Davam edirik tərəzi bürcü ilə. 29 dekabr, 4 yanvar tarixlərində tərəzi bürclərini nələr gözləyir? Həftəlik açılımdır. Baxaq görək. Nələr gözləyir? Yeni il həftəsi. Özü, hərəkəti, münasibətlər, maliyyə, sağlamlıq, nələrə diqqət etməlidir və ümumi. Belə. Deməli, bu həftə hər şeyi ölçüb biçəcək, dəyərləndirəcəksiniz. Ədalət, balans sizin üçün çox önəmlidir bu həftə. Verdiğiniz qərarlar düşünülmüş olacaq. Bu həftə sizin üçün qərarlar verəcəyiniz bir həftədir. Hərəkəti, tərəzilər gələcək planları ilə bağlı düşüncələriniz artır. Seçim qarşısında qala bilərsiniz. Tələsmədən uzun müddətli düşünün. Sevgi, münasibətlərdə önəmli seçimlər gündəmə gələ bilər. Ürəyinizlə ağlınız arasında qala bilərsiniz. Səmimi qərarlar münasibətinizi daha da gücləndirər. Ona görə bu həftə sizin üçün sevgi dolu həftə olacaq. Maliyyə baxımından, maddi baxımdan rahatlıq hiss edirsiniz. Öz zəhmətinizin bəhrəsini görürsünüz. Nələrsə görüb qürur hissi keçirirsiniz. Özünüzə dəyər vermək bu həftə sizin üçün çox önəmlidir. Özünüzə nələrsə alacaqsınız. Sağlamlıq. Bədəniniz və ruhunuz üçün tarazlıq vacibdir. Həddindən artıq yüklənmədən uzaq durmalısınız. Sakitlik vacibdir. Sağlamlığınızı qoruyun. Belə, bu həftə nəyə diqqət etməlidir tərəzilər? Ola bilsin ki, nələrsə gizlədəsiniz və yaxud da açıq danışılmayan hər hansısa bir sözlər ola bilər. Özünü aldatmağa və ya aldanmağa yol vermə. Yəni, hər şeyi asanlaşdırmaq istəyirsinizsə, gizli heç nə saxlamayın. Ümumi olaraq, həftə irəliləyiş və hərəkət gətirir. Nəzarətə ələ alsan, istədiyin istiqamətdə gedə bilərsiniz. Yəni, iplər sizin əlinizdədir. Qətiyyət, uğur sizinlədir. Belə, əzizlərim, bir dənə də yeni il günü ilə bağlı bir kart çəkəcəm. Görək kartların tərəzilərə mesajı. Çox gözəl kart çıxdı. Şanslı dönəmdəsiz. Diləkləriniz gerçəkləşməsi üçün addımlar atırsınız. Şans sizinlədir. Gözəl bir həftə olacaq. Əziz tərəzilər, 2026-cı il sizə bol sevinç, sevgi dolu, xoş il arzulayıram. Yeni iliniz mübarək.